Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə bir yerdə Qubaya gedirik. Elə isə yola düşməyə vaxtıdır. Biz Avrupa'ya açılıyoruz. İngiltere'ye gidiyoruz. Evdən çıxmağa hazırıq və yola düşürük. Burada çay fasiləsi üçün kafeye getməyə qərar veririk. Və kafemiz parkın içərisində yerləşir. Təbiətin qoynunda gəzinti. Süperdir. Havası çox gözəldir. Hər yer ağaclıq, hər yer yaşıllıq. Mənzərəsi çox gözəldir. Təbiətin qoynunda, günəşin altında insan ruhu dincəlir. Super. Bura qədər hər şey super. Rayona daxil olarkən sanki bambaşqa bir aləmə düşürsən. Stresdən uzaqlaşdığını hiss edirsən və ruhən dincəlməyə başlayırsan. Otelimize çattık. Buranın mənzərəsi çox gözəldir. Detallar hər biri o qədər möhtəşəm işlənib ki, heyran olmamaq mümkün deyil. Bu şüşədən düzəldilmiş körpünün altından isə çay axır. Salam babacan, necəsən? İllər necə gəlib keçdi, hə? Heç fərqinə belə varmadı. Can ay baba, can. Danış ay baba, danış. Necə keçir günlərin? Nənə də buradaymış ki. Ay nənəcan, sən necəsən? Deyirlər, Qubada hava soyuq olur. Biz əməlli qalın geyindik, isti geyimlər gətirdik. Amma görürük ki, bura şəhərdən daha istidir. Hə, nənə? Nənəcan. Kim yandırır adamı? Qayığa gəl. Sadəcə qızmar günəşdir. Küçük bir ev turu edək. Bu bizim salonumuzdur. Burada divanımız var. Oturacaqlar və
yer, oturacağı var. Mənzərəmiz çox gözəldir. Açaq pəncərəni. Gözəl təbiət mənzərəsi, çayın şırıltısı. Super dağ havası. Mənzərəmiz belədir. Buradan dağlar da görsənir. Dağın qoynundadır kotecimiz. Azərbaycanımızın hər güşəsi gözəldir. Və burada neyimiz var? Soyuducu, kettle və burada sobamız var. Qışda gəlmək üçün odunlar. Buradan görəklə mənzərə görünür. Buradan da yaşıllıq, dağlar, digər koteclər. Və burada baxaq. Aha. Buradan da gözəl mənzərələr görünür. Sevmədiyim təkcə otaqda güzgünün olmamasıdır. Bu mənfi bir xüsusiyyətdir. Amma qalan hər şeyi də bilirəm, normaldır. Bu ilk otağımızdır. Işığı yandıraq. Belə. Sobamız var. Kartinamız var və kondisioner. Otaqların mənzərəsi hər biri fərqlidir. Qəşəng. Digər otaqlardansa fərqli mənzərələr görsənir. Bura digər otağımızdır. İşığımız var burada kiçik. Pəncərədən baxaq görək. Vay, gözəldir mənzərə. Qəşəng. Və çay keyfi. Dağların arxasından boylanan günəşi çəkə bilməsəm də, bədirlənmiş ayı lenti aldım. Qubanın möhtəşəm dağları əzəməti ilə göz oxşayır. Yaşılla mavinin görüşdüyü yer. Partiya hazırıq. Gedək. Burada da musiqinin ritminə uymağa çalışıram. Sanki muzeydir. Çox maraqlı. Birbirindən gözəl suvenirlər, əşyalar. Çox gözəl görünür hər biri. Hər biri çox maraqlıdır. Saat 02:30.
Sanki səhərki hava deyil. Səhərki günəşli havadan əsər əlamət yoxdur. Dəhşət külək qalxır. Küləklər şəhər ünvanını bugün Bakı Qubaya verib sanki. Bu da bizim səhər yeməyimiz. İsti yeməklərimiz də gələcək. Qaymaq, bal, yağ, şokolad yağı, pomidor, xiyar, pendir, çay, çörək, firni və isti yeməklər də gələcək. Səhər yeməyimizi yedik. İndi də biraz ətrafı gəzək. Sonra da Yudanların üstündə müğənnilərin adı yazılır və şəkilləri. Çox qeyri-adi düşünülmüş bir şeydir. Çox maraqlıdır. Və sonuncu dəfə mənzərəmizə baxıb, dağ havasını içimizə çəkib şəhərin yolunu tuturuq. Dağlar, qayalıqlar. Hər gözəl şeyin sonu olduğu kimi bu tətilimiz də sona çatdı. Heç istəməsək də təəssüf ki, bu səfalı yerlə vidalaşmalı oluruq. Lise Qubadan qayıtdıq. Kofemi aldım və evə gedirəm. Vlogu burada sonlandırırıq. Məni izlədiyiniz için teşekkür edirəm. Videonu beğenmeyi ve kanala abone olmayı unutmayın. Hələlik.